sözlərlə sonlandırmaq istəyirəm. Xalq üçün yazıb yaratmaq, xalqla birlikdə nəfəs alıb çalışmaq sanatçı üçün ən böyük saadətdir. Ruhu şad olsun büyük bəstəkarımızın. Buradan bəstəkarın ailəsinə səlam və sayğılarımızı da iletiyoruz. Proqramımız bəstəkarın düzənlənməsi ilə icra edilən gözəl və nəşəli bir xalq mahnısı ilə davam edir. Qoy gülüm gəlsin, ay nənə. Oxuyur Azərbaycanın mərhum muğam üstadlarından olan Canəli Əkbərov. Xanəndəni tarda müşahidə edəcək tar üstadı Vamiq Məmmədəliyev, kamançada kamança üstadı Mirnazim Əsədullayev. Sağ olun əziz dinləyicilər, bir sonraki Azərbaycan Rüzgarı yayınında görüşmək diləyi ilə sağlıqla və müziklə qalın. Gecəniz xeyrə qalsın. Mən aşiqəm zirəsən, zəfəransan cirəsən, o günə qurban olum sən qapıdan girəsən. Mən aşiqəm zirəsən, zəfəransan cirəsən, o günə qurban olum sən qapıdan girəsən. Qoy gülüm gəlsin ay nənə, qoy gülüm gəlsin ay nənə, qoy yarım gəlsin ay nənə, qapıda duran ay nənə, rəhmin gəlsin nənə, qoy gülüm gəlsin.